Y bərabərdir. Y bərabərdir. Ben yazıram burada. Y bərabərdir. AX kvadratı üstəgənsin BX üstəgənsin C kvadrat tənliyinə əsasən çəkilmiş bir figurdur. Qollar yuxarı, baxın, kəsişmə, birləşmə işarəsinə oxşayır uşaqlar. Parabolanın qolları yuxarı olanda A sıfırdan böyükdür deməkdir. Əgər parabolanın ağzı aşağıdırsa A sıfırdan kiçikdir deməkdir. Baxın, yazılıb burada. Y bərabərdir AX kvadrat üstəgənsin BX üstəgənsin C funksiyasında A əgər sıfırdan deməli A sıfırdan böyükdürsə qollar yuxarıdır. Hətta sizə də göstərir. A x kvadratın əmsalıdır uşaqlar. Əgər A sıfırdan kiçikdirsə qollar aşağıdır. Deməli, parabola baxın burada deyirsə parabol çizmə, yəni parabol çəkməni öyrənməmişdən qabaq biz öyrənməliyik nəyi? Baxın, bir funksiyanın qrafiki üzərindəki hər nöqtənin koordinatları bu əyrinin belə deyək, denkləyimlərini sağlar. Yəni, x-in, y-in yerini rahat şəkildə yaza bilərsən. Sənə desək ki, şərtdə bu nöqtə, misalsın, a, x, y nöqtəsi, y bərabərdir, ax kvadrat üstəgənsin, bx üstəgənsin, c funksiyası üzərindədir. Onu da rahat şəkildə verilmiş funksiyanın yerində x-i və y-i yaza bilərsən. Gəl, baxaq, görək, nə deməkdir bu, bizə nə verə bilər? Misal üçün, birinci suala baxaq. A2, 6 nöqtəsi bu funksiyanın qrafiyi üzərində olduğuna görə B neçədir? Uşaqlar, x-imiz, birinci gələn x-dir, 6-dır, y-imiz isə, daha doğrusu, x-imiz 2-dir, y-imiz isə 6-dır uşaqlar. Mən rahat şəkildə gətirərəm, y-in yerinə 6 yazaram, 6 bərabərdir, x-in yerinə 2 yazaram, 4 plus 2 vuraq B minus 6. 2B minus 2 bərabərdir 6-ya, 4-dən 6 çıxdım. 2-ni sağ tərəfə keçirdim. 2B bərabərdir 8, B də bərabərdir 4. Bu qədər sadədir uşaqlar. Rahat şəkildə yaza bilərsiniz ki, deməli, 2B bərabər 8, B bərabər 4. Deməli, cavabımız nə olacaq uşaqlar? 4. Daha sonra keçirim ikinci suala. Mənə deyir ki, y bərabərdir x kvadratı topla mx üstəgəl 2 əyrisi 1, 5 nöqtəsindən keçdiyini biləriksə m neçədir? Uşaqlar, deməli biz x-in yerinə 1, y-in yerinə nə yazacağıq uşaqlar? 5 yazacağıq. Gəlin baxaq. 5 bərabərdir 1-in kvadratı plus m vuraq 1 plus 2. 5 bərabərdir 1 plus 2 uşaqlar 3 eləyəcək plus m. M bərabərdir. 5-dən də 3 çıxsam eləyəcək 2. Bu qədər sadə. Üçüncüyə baxaq uşaqlar. Parabolanın üzərindəki bir nöqtə 1M olduğuna görə ha parabolanın üzərində, ha parabolanın həmin o nöqtə üzərindən keçmişdir. Axır ki, bu bir M nöqtəsi bu parabolanın üzərindədir. Onda mənim axı burada y-im yoxdur. Fx-in vardı sənin. Fx-in sənin zaten M-dir. Gətir yerinə yaz. M bərabərdir. 4 vurulsun 1 minus 2 vurulsun M vuraq 1 plus 5. Onda M bərabərdir. 4-dən 5-i toplayaram 9 çıx 2M. 2M-i keçirərəm sol tərəfə. 3M bərabərdir 9. M bərabərdir 3. Bitmişdir. Sadədir uşaqlar. Bu baxmaq istəyirəm buna. Bunu hətta videonu dayandırın. Bir dənə özünüz baxın. Bir dənə özünüz baxın, görün, neyə bilərsiniz. Bu parabolu 1, 3 və 2K nöqtələrindən keçib. Yəni, mən rahat şəkildə bir dəfə 1, 3 qoyaram, bir dəfə də 2K qoyaram, ikisini də yoxlayaram K-nı tapmaq üçün. Gəlin, y-in yerinə, x-in yerinə bir dəfə 1 qoyaq, bir dəfə də y-in yerinə 3 qoyaq. 3 bərabərdir, 1-in kvadratı uşaqlar 1 eləyəcək plus C. C də bərabərdir, neçə alındı? 2. Okey, biz C-ni tapdıq ki, neçədir uşaqlar? 2. Mən gətirər C-nin yerinə 2 yazaram. Okey. İkinci dəfə nə qoyacağım uşaqlar? X-in yerinə 2, y-in yerinə K yazacağım uşaqlar. İkinci, y-in yerinə K yazdım, bərabərdir. 2-nin kvadratı 4 plus 4-ə, 4 deyil, C-ni 2 tapmışdıq. Bu da eləyər nə? 6. K oldu, neçə uşaqlar? 6. Uşaqlar, gəlin burada baxaq görək nə demək istəyir. Siz bayaqlara bilmirəm dedim yoxsa yox ki, bunu qoy deyərəm sizə. Baxaq uşaqlar nəyə? Parabolanın qollarına. Parabolanın qolları
dedik ki bayaqlara A müsbətdirsə qollar yuxarıdır, A mənfidirsə qollar aşağıdır. Düzdür uşaqlar? Biz bunu dedik. Gəlin indi öyrənək. Bu parabola, şöyle baxın, bir parabola. X oxunu, bax bu X oxunu belə baxın oxur. Bir nöqtələrdə kəsir, ya iki nöqtədə kəsir bəzən bir nöqtədə kəsir, bəzən heç nöqtəni kəsmir. Nə deməkdir bu? Gəlin onu öyrənək. Və yaxud da ki, diskriminantın işarəsini bu paraboladan necə öyrənə bilərik, ona baxaq. Sol tərəfə keçirirəm uşaqlar. Baxın, burada deyir sizə, diqqətlə qulaq asırsınız. Hamısı diskriminant üzərində qurulur uşaqlar. Bilirsiniz ki, y bərabərdir ax kvadrat üstə gəlsin bx plus c funksiyasının əgər diskriminantı sıfırdan böyük olarsa, bu kvadrat tənlikdə də belədir. İki müxtəlif kökü var. Yəni x1 və x2-si olur. Təbii ki, x1 və x2-si varsa, onda parabolada x oxunu iki nöqtədə kəsəcək. Onda əgər parabola x oxunu iki nöqtədə kəsirsə, diskriminantım nədir uşaqlar? Müsbətdir. Və köklərim kəsdiyi nöqtələrdir. Burada uşaqlar, deyin görüm, qollar nə olacaq? Yuxarı, yəni A müsbət olacaq. Diskriminant sıfıra bərabərdirsə, biz bilirik ki, kvadrat tənlikdə diskriminant sıfıra bərabərdirsə, onda bir kökü olur. Bu da o deməkdir ki, parabola x oxunu bir nöqtədə kəsəcək uşaqlar. Baxın, 3 dənə fərqli yerdə kəsən bir parabola göstərir. Üçü də bir nöqtə kəsir. Bayaqları baxın uşaqlar 2 nöqtədə kəsmişdi. İndi isə bir nöqtədə kəsir. Və qollar yuxarıdır. Yaxşı. Yəni ki, diqqətlə qulaq asırsınız. Baxın, diskriminant sıfıra bərabər isə bu funksiyanın bir dənə kökü var deməkdir. Eşit nə deməkdir? Bir dənə kökü və yaxud iki bərabər kökü vardır. Bununla bərabər parabolanın x ekseni teğetdir. Yəni x oxuna sadəcə bir dəfəlik okunur. Türkçəmə bax mənim. Yəni Türk kitablarında belə deyək, x oxuna toxunmaq teğetdir imiş. Bunu da öyrənmiş oldunuz. Bizə Türk dilini öyrənmək önəmli deyil. Bizə bir dəqiqə buradan parabolanı qapmaqdır uşaqlar. Xülasə, biz öyrəndik ki, a sıfırdan böyük və diskriminant sıfıra bərabərdirsə, parabola x oxuna dəyir. X oxuna nədir? Dəyir və yaxud toxunur. Teğet toxunmaq deməkdir uşaqlar. Teğet nə deməkmiş? Toxunmaq deməkmiş uşaqlar. X diskriminant sıfıra bərabərdirsə, parabolanın təpə nöqtəsi x-ə toxunur. X oxuna toxunur. Yox, əgər diskriminant sıfırdan kiçik olarsa uşaqlar, bilirsiniz ki, kvadrat tənlikdə kökü yoxdur. Yəni x-i yoxdur. X-i yoxdursa uşaqlar, bu parabola hara toxunsun? Heç yerə toxuna bilməz. Ona görə havada qalır. Baxın, təpə nöqtəsi havadadır. Yoxdur. Buna görə də parabola x oxunu kəsməz. İnşallah burada diqqətli olarsınız. Diskriminantın mənfi olmağı da uşaqlar və A-nın müsbət olmağı da fx funksiyasının ümumiyyətcə müsbət olmağı deməkdir. Yəni ki, onda bizim bir qabağımıza belə bir şey çıxa bilər. 11-lər əsasən burada diqqət. Əgər sizə şərtdə desə ki, x-in belə deyə bilər. Misal üçün, y bərabərdir, x kvadrat üstə gəlsin, bx üstə gəlsin 7 funksiyasında fikir diqqət. X-in bütün qiymətlərində müsbət qiymət alması üçün b neçədir? Siz deyirsiniz ki, a müsbətdir. Funksiyada sənə yəqin ki, ya böyüdür 0 ya da kiçikdir 0 verəcək. A müsbətdirsə, diskriminant mütləq şəkildə 0-dan nə olmalıdır? Kiçik olmalıdır ki, funksiya belə deyək, müsbət qiymətlər alsın. Amma sənə desə ki, belə deyək, fx funksiyası, diqqətən aşağıda yazıb sizə. Fx, ax kvadrat üstə gəlsin, bx üstə gələcək, böyüdür 0. Belə bir funksiya verəcək sənə və sənə deyəcək ki, belə deyək, onda bu şərt qəbul edirsiniz. A böyüdür 0-dan, diskriminant kiçikdir 0-dan. Bu şərtdən istifadə edəcəksiniz. Əgər ki, funksiya 0-dan böyüdürsə. Yox, əgər funksiya 0-dan kiçikdirsə, onda A mənfi, diskriminant da mənfi olacaq. İndi gəlib bir dənə misala baxaq. Deyir ki,
Aşağıdakı funksiyalardan hansıları x oxunu 2 nöqtədə kəsər? 2 nöqtədə kəsər deyəndə nə başa düşdü uşaqlar bayaqları? Dedi ki, mütləq şəkildə diskriminant sıfırdan böyük olmalıdır. Gəlin yoxlayaq görək bunlardan hansının diskriminantı nədir uşaqlar? Sıfırdan böyükdür. Birincinin diskriminantından baxaq uşaqlar. Sizin A burada 1'dir, B burada -6'dır, C burada 2'dir. Onda -6'nın kvadratı minus 4 vuraq 1 vuraq 2, 36 çıxılsın 8, bu da eləyəcək 24. Diskriminant müsbətdir. O zaman mən 1'i götürürəm. Bunun 2 dənə müsbət qiyməti vardır. Yəni parabolanı baxın belə kəsəcək uşaqlar. Gəlin buna baxaq. Diskriminant bərabərdir. A məndə 3'dür. B məndə -4'dür. C məndə 2'dir. Gəlin baxaq görək. Harada kəsəcək uşaqlar? Deməli, -4'ün kvadratı 16, minus 4 vuraq 3, vuraq 2. 16 çıxılsın uşaqlar 24, -8 edər. Baxın, diskriminantım sıfırdan kiçikdir. Bu zaman nə deyirik? Deyirik ki, bunu götürmürük. Çünki bu diskriminantın parabolası koordinat oxu üzərində havadadır. Yəni, heç bir oxu kəsmir. Bura baxaq uşaqlar. Diskriminant bərabərdir. A bizdə 4, B bizdə -12, C 9'dur. -12'nin kvadratı 144. Çıx 4 vuraq 4 vuraq 9. 144'dən də 144 çıxanda 0 edər gənclər. 0 edər. 0 edərsə diskriminant sıfırdırsa parabolanın təpə nöqtəsi x oxu üzərindədir. X oxuna teğetdir yəni. Bayaqlar öyrəndiyimiz. Yəni ki uşaqlar bir nöqtədə kəsəcək. Bir nöqtədə toxunacaq. Digərinə baxaq. Diskriminant bərabərdir. Bizdə B 1'dir. 1'in kvadratı çıx. 4 vurulsun. A nədir bizdə? -5. C nədir? 3. 1 çıxılsın. 4'ü vur -5'ə. -20. Mənfi neyniyər? Müsbət eləyər. Bu da 60. 61 müsbətdir. X oxunu 2 nöqtədə kəsəcək. Onda mən belə deyək, 4'ü götürürəm. Cavab oldu 1, 4. Gəlin ikinciyə baxaq. Aşağıdakı funksiyalardan parabolanın hansı x oxunu kəsməz? X oxunu kəsmirsə deməli nə olmalıdır uşaqlar? Diskriminantı mənfi olmalıdır. Elə birincini yoxlayıram uşaqlar, qalanı sizlikdir. B məndə -3'dür, A məndə 1'dir, C məndə 3'dür. Gəl yoxlayaq. Diskriminant bərabərdir. 3'ün kvadratı çıx, -3'ün kvadratı. 4 vurulsun, 1 vurulsun 3. Yəni 9 çıxılsın 12 uşaqlar. Elə bu -3 elədir. Diskriminant mənfidirsə elə birincini götürərəm. Çünki diskriminant mənfidir və məndə də şərtdə onsuz da kəsməməyini istəyir. Qalanlarını yoxlamaq sizlikdir uşaqlar. Hətta şəkillərini çəksəz daha yaxşıdır uşaqlar. Üçüncüdə, aşağıdakı dənkləmi verilən parabollarda x oxunu teğet olduğunu görə m və n neçədir? X oxuna teğet nə edir uşaqlar? X oxuna toxunduğuna görə deyir. Şərt deyir ki, bu parabolalar x oxuna toxunursa m və n-i tap deyir. Gəl birinciyi tapaq. A bərabər A-nıncını tapıram uşaq. Əgər x oxuna toxunursa, dedik uşaqlar nə olurdu? Bir dənə yadınıza salaq. Diskriminant 0'a bərabər olurdu. Mən də A 1'dir. B -4'dür. C isə m'dir. Onda diskriminant bərabərdir. -4'ün kvadratı 16. Çıx 4 vuraq 1 vuraq m bərabərdir 0 yazacağım. 16 çıx 4m bərabərdir 0'a. 4m bərabərdir 16'ya. M də bərabərdir 4'dür arkadaşlar. Gəlin indi üçüncüyə baxaq. B variantına baxaq. Bu da teğetdir deyir. Bu da toxunur deyir. A da B də toxunur. Burada uşaqlar A bizdə 2'dir. B bizdə -4'dür. C bizdə sərbəst. X-dan sonra gələn bütün ifadə C'dir bizdə. M plus 2'dir. Gəl düsturu neyin uşaqlar? 0'a bərabər edək. Çünki teğetdir dediyinə görə bu 0'a bərabərdir deməkdir. Deməli, diskriminant bərabərdir. -4'ün kvadratı uşaqlar nə qədər eləyəcək? 16 minus 4 vurulsun 2 vurulsun m plus 2 uşaqlar. Deməli belə 16 minus bu ikisi 8 eləyir sizə. 8'i ilə vuranda 8'in 8'i 2'ye vuranda 16 eləyir. Qarşıda da mənfi var. Çıx 16. Bərabərdir nə uşaqlar? 0'a. Onda -16'dan müsbət 16 islah gedər. Yerdə nə qalacaq uşaqlar? Burada dəqiqə görüm. Müsbət edələm. Belki görüm burada birdən mənfi olar. Hə, yəni müsbət imiş. -8 n əgər 0'dırsa n nə olacaq uşaqlar? 0.
Qurtardım. Eyni ifadələr budur uşaqlar. Məncə bu dördüncü siz artıq özünüz yaza bilərsiniz. Ev tapşırığı olaraq götürün. X oxuna teğet. Yəni nə deməkdir? X oxuna toxunsun deyir. X oxuna toxunsun nə deməkdir? Diskriminantı sıfıra bərabər et. M-ni tap. Aşağıda da cavablar verib yoxla. 5-cidə uşaqlar deyir ki, bax bu parabolası X oxunu iki farklı noktada, yəni iki fərqli nöqtədə kəsir. Tez ağlıma salıram. İki fərqli nöqtədə deməli iki kökü var. İki kökü nə zaman olur? Diskriminant sıfırdır, böyük olarsa. Okey. Mən diskriminant sıfırdır, böyük yazacağım uşaqlar. Necə? A nədir məndə? 1. B nədir məndə? X-in əmsalı 2. C nədir məndə? M çıx 3. Sərbəst. Onda mən diskriminant bərabərdir. 2-nin kvadratı 4. Minus 4 vuraq 1 vuraq M çıx 3 yazıram. 4 minus 4'ü vururam M-ə 4M. Mənfi 4M-i vururam mənfi 3-ə. Müsbət 12 böyüdür 0 yazıram uşaqlar. Mənfi 4M. Bu eləcə müsbət 16 böyüdür 0-dan. Mənfi 4M böyüdür. M-ə bax. M dalğalandı uşaqlar. Mənfi 16-ya. M də kiçikdir 4-dən. Niyə kiçikdir oldu? Çünki biz mənfiyə böldüyümüz üçün işarə dəyişəcək. Buna görə oldu uşaqlar. Aralığı isə nə olacaq? Mənfi sonsuzluqdan 4-ə qədər. Okey, keçirəm uşaqlar 6-cıya. Şərti oxuyuram. Gəlin 6-cını yox. Biraz da 7 ilə 2 fərqlidir uşaqlar. Yox, deyəsən burada TGT olduğu üçün. Yəni gəlin onda belə eləyək. Buna davam eləyək uşaqlar. 7-ciyə baxaq uşaqlar. Deyir y bərabərdir x kvadratı plus 4x plus 3a minus 6 parabolu x oxunu fərqli iki nöqtədə kəsir. Fərqli iki nöqtədə kəsir nə deməkdir uşaqlar? Diskriminantı müsbətdir. Bizdə a bərabərdir 1, b bərabərdir 4, c bərabərdir 3a minus 6-dır. Bunu bir dənə qeyd edək uşaqlar. Bir dənə şərti tam oxuyaq. Şərtdə mənə nə verir bilirsiniz? Deyir ki, A-nın ən böyük tam sayı dəyəri neçədir? Öncəliklə gəlin, biraz bunu fərqli rəngdən yazaq uşaqlar. Diskriminantı sıfırdan böyük etməyimiz lazımdır. Diskriminant bərabərdir. B-nin kvadratı 16 minus 4 vuraq 1 vuraq 3A minus 6-ya. Düzdür uşaqlar? Onda deyirəm ki, diskriminant bərabərdir. 16 minus 4'ü vuracağım 3A'ya 12A. Mənfi 4'ü mənfi 6'ya vuranda müsbət 24 və böyüdür 0'dan uşaqlar. Bunu yazdıqdan sonra deyirəm ki 40 eləyəcək. 40 minus 12A böyüdür 0'dan. Gəlin 40'ı keçirək sağ tərəfə. Mənfi 12A böyüdür mənfi 40'dan. A kiçikdir olacaq uşaqlar. Mənfiyə bölürsən deyə kiçikdir olacaq. Deməli olacaq təxminən 3/12'də 4. Uşaqlar 3/12'də 4'dən də kiçik ən böyük ədəd nə olacaq uşaqlar? Elə 3'ün özü olacaq, bilirsiniz. Cavab olacaq 3 uşaqlar. Aydın oldu. Baxın 7-də cavab nə imiş? Həqiqətən də 3 imiş. Yəni bu şəkildə digərlərini də yenə qeyd edirsiniz. Teğet dediyi nədir uşaqlar? X oxuna toxunur deməkdir. Ona görə də mütləq şəkildə rahat-rahat yaza bilərsiniz. Gəlin indi baxaq görək. Bizə nə suallar verir? Məncə bunları rahat şəkildə yaza bilərsiniz. Məncə bunları evə götürüb yaza bilərsiniz. Eyni şeydir, baxıram ki. Aha. Gəlin 9-cu suala baxaq uşaqlar. Deyir ki, aşağıdakı ifadələrdən hangiləri x-in real sayı dəyəri üçün daima pozitivdir? Dedi uşaqlar, daima nə zaman pozitiv olur uşaqlar? Daima nə zaman pozitiv olur? A müsbət, diskriminant isə mənfi olarsa, dedi ki, nə zaman daima pozitiv olur uşaqlar. Baxın, əvvəlcə A müsbət olanları, əvvəlcə gəlin diskriminantı mənfi olanlara baxaq. Bunun A-sı müsbətdir. Okey. Diskriminantına baxaq. Diskriminant bərabərdir. Mənfi 3'ün kvadratı 9 minus 4 vuraq 4 eləyəcək 9 minus 16 mənfi 8. Mənfi 8 yox. Mənfi 7. Mənfi 7. Okey. Diskriminantda mənfi
Uşaqlar, A-sı müsbət. Onda bu hər zaman müsbətdir. İkinciyə baxaq. Birincidən elendi elə uşaqlar. A mənfidir. A nədir? Mənfidir. Elə birincidən nədir? Elendi. Ona görə də bunu götürə bilmərik. Bir dənə görün burada. Aha. Bir də uşaqlar hansını götürəcəyik? Hansını götürəcəyik? Üçüncüyə baxacağıq. Çünki ikincini götürənmərəm A mənfidir elendi. Dedik ki, A mütləq müsbət, D mənfi olmalıdır ki, X-in bütün qiymətlərində müsbət alsın. Dördüncünü götürənmərəm, A-sı mənfidir uşaqlar. Dördüncü də qabaqçadan elendi. Üçüncünü götürə bilərəm, çünki A-sı müsbətdir. Dördüncüdə bu fx funksiyasının uşaqlar hər zaman mənfi olması üçün deməli A mənfi diskriminantın da mənfi olması gərəklidir uşaqlar. Birincisi 1, 2, 4-ü götürürəm, hələ ki yoxlayacağam. Amma 3-ü götürmürəm, çünki A-sı müsbətdir. Düzdürmü? İndi gəlin yoxlayaq görə həqiqətən də bunların diskriminantı mənfidirmi? Mənfi olanları götürək. Çünki A-sı mənfi olmaqla yetinmir bəzən. Diskriminant bərabərdir. İkincinin kvadratı 25. Minus A ilə C-nin hasili müsbət 36. 4 müsli isə uşaqlar gəlir. Haradasa 144-ə gəlir çıxır. Bu da mənfi edir diskriminant. Okey, bunu mən götürə bilərəm. Heç bir problem olmur. A mənfi, D mənfi. O zaman X-in bütün qiymətlərində mənfi qiymət alır uşaqlar. Bu ifadənin özü. Qalanlar da sizdir uşaqlar. Topluya düşəcək suallar. Bax, toplu suallar uşaqlar. Toplu suallar. 11-lər. Diqqətlə qulaq asın bu suala. Bu sual sizdə var. Hətta toplunu açıb da edə bilərəm ki, hansı sualdır. Sual budur ki, bu X-in hansı real sayısı üçün bu funksiyasının pozitiv olduğuna görə, yəni böyüdür 0 olduğuna görə deyir uşaqlar. M-in ala biləcəyi ən küçük tam sayı kaçdır? Bu funksiya nə zaman pozitiv olur uşaqlar? A-sı müsbət, D-si mənfi olarsa. Düzdür uşaqlar? Bizdə A müsbətdir. Bu okeydir. Onda diskriminantı nə etmək lazımdır? Mənfi etmək lazımdır. D kiçikdir 0 olması lazım. Diskriminant bərabərdir. 6-nın kvadratı 36 çıx. 4 vuraq 1 vuraq M. Kiçikdir 0-dan. 36 minus 4M kiçikdir 0-dan. Mənfi 4M kiçikdir mənfi 36-dan. M böyüdür. Mənfi 36 mənfi 4-ə böləndə 9-dan. 9-dan böyük hansı qiymətlər alır? 10, 11, 12. Ən kiçik qiymət isə 10-dur. 11-lər heç narahat olmayın. İkinci sualı izah edirəm. Eyni şeydir. Hər X real sayısı üçün bu funksiya negativ olduğuna görə, bax 0-dan nədir uşaqlar deyək, kiçikdir. Negativ olduğuna görə M-in ala biləcəyi dəyərlər kümesi nədir uşaqlar? Bu negativdirsə, A-sı mənfidir zaten, görsənir. A mənfidir, diskriminantda nə olmalıdır? Mənfi olmalıdır. Onda gəl, diskriminantı 0-dan kiçik eləyək. Diskriminant bərabərdir. Uşaqlar diqqətlə mənə qulaq asırsınız. M-in kvadratı minus 4 vuraq mənfi 1 vuraq mənfi 4 kiçikdir 0-dan. M kvadratı 4-ü vuracam mənfi 4-ə, mənfi 16, onu da mənfi 1-ə vuranda müsbət 16 eləyəcək. Çıx 16, kiçikdir 0-dan. Uşaqlar, burada diqqətlə qulaq asarsınız. Bunu 11-lər bilirsə, M çıx 4, M plus 4 kimi yazırsınız. İnterval üsulu ilə yazacaq çünki. Bir də interval üsulu çəkdiniz, qeyd etdiniz mənfi 4-ünüzü və müsbət 4-ünüzü. Tak, plus, minus, plusunuzu qeyd etdin. 0-dan kiçik aralıq istədiyinə görə mənfi 4, müsbət 4 aralığı olacaq uşaqlar cavab. Bu qədər sadə. Gəlin 13-cü suala baxaq. Heç heyfsilənmirsiniz. Gəlin 2 açıq, biri bu tərəfə keçirək uşaqlar. Belə bir funksiya yoxdur çünki. X kvadrat topla 6x. 2A-nı keçir sol tərəfə minus 2A. Mənfi 1-i keçir sol tərəfə plus 1. Böyüdür 0 uşaqlar. Böyüdür 0. Mənə deyir ki, A-nın ala biləcəyi dəyərlərin aralığı neçədir uşaqlar? Biz deyirdik ki, uşaqlar, gəlin bunu mən Azərbaycanca bunda da video çəkim, bəlkə Instagramda paylaşdım uşaqlar. Deməli, mənə Türkçə deyir ki, bilirsiniz ki, uşaqlar, əgər fx funksiyası 0-dan böyüdürsə və A-sı da müsbətdirsə, diskriminantın 0-dan kiçik olduğu halda belə deyək, fx funksiyası hər zaman pozitiv qiymət alır. Yəni, x-in bütün qiymətlərində. O zaman mənə deyir ki, bu eşitsizliyi doğru olduğuna görə A-nın hansı qiymətində bu dəyərlə aralığı neçədir? Yəni ki, belə deyək, fx funksiyası
müsbət olmalıdır. Bu şərtlə bax, belə deyim. Bu funksiya belə deyim, müsbətdirsə, fx funksiyası sıfırdan böyüdürsə, mütləq şəkildə a sıfırdan böyük, diskriminant sıfırdan kiçik olmalıdır. A bizdə müsbətdir zaten. A 1'dir, B 6'dır, C isə mənfi 2A plus 1'dir. O zaman diskriminantı sıfırdan kiçik etmək şərtdir. Diskriminant bərabərdir. 6'nın kvadratı 36 minus 4 vuraq 1 vuraq. Mənfi 2A plus 1 kiçikdir nədən? Sıfırdan. 36 minus 4'ü vursam mənfi 2A'ya plus 8A eləyəcək. Mənfi 4'ü 1'ə vuranda mənfi 4 kiçikdir nədən? Sıfırdan. 8A 36'dan 4 çıxsam 32 eləyəcək. Kiçikdir sıfırdan. 32'ni sağ tərəfə keçir. 8A kiçikdir mənfi 32'dən. A da kiçikdir mənfi 4'dən. Mənfi 4'dən uşaqlar, mənfi sonsuzluqdan mənfi 4'ə qədər olacaq cavab. Sonra, həmçinin burada uşaqlar, burada da m-i keçirirsiniz bu tərəfə. Çıx m, çıx 2 olacaq, kiçikdir sıfırdan. Uşaqlar, bir fx funksiyası nə zaman kiçikdir sıfır olurdu? A sıfırdan kiçik və diskriminant mütləq şəkildə sıfırdan kiçik olmalıdır. A onsuz da sıfırdan kiçikdir uşaqlar. Diskriminant da sıfırdan kiçik eləyib həll etmək lazımdır. Burada uşaqlar, buradan eləyəcəksiniz. X sıfırdan böyük olmaq üzərə, yəni x-in pozitiv qiymətlərində negativ deyil uşaqlar. Daim pozitiv olduğuna görə m kaç farklı tam qiymət alır. Uşaqlar, yenə bunun diskriminantını sıfırdan böyük edirsiniz və cavabı tapırsınız. Eyni suallardır bunlar da uşaqlar. Sonra, amma bu tüp şeylər düşmür. Gəldik uşaqlar. Funksiyanın, parabolanın təpə nöqtələrinə. Bunu hətta çalışacağım YouTube'da da, Instagram'da da paylaşırım ki, uşaqlar rahat girib baxa bilsin. Mən bu qədər eləyirəm, siz də oxumalısınız uşaqlar. Mən sizə görə eləyirəm bunların hər birini. Baxın uşaqlar. Parabolanın təpə nöqtəsi. Nədir parabolanın təpə nöqtəsi? Əvvəlcə bir tanış olaq uşaqlar. Baxın, bu bizim parabolamızdır. Öncəliklə bu parabola ilə tanış olaq. Bu bizim parabolamızdır. Əgər parabolanın havadadırsa və yaxud iki nöqtədə kəsirsə fərq eləmir. Baxın, təpə nöqtəsi həm də onun simmetriya oxudur uşaqlar, həm də simmetriya nöqtəsidir. Bax, burada bir təpə nöqtəsidir. Bu təpə nöqtəsinin x yazmırıq, ona m yazırıq uşaqlar. Buna isə y-də olduğu nöqtəsinə isə n yazırıq uşaqlar. M-i, baxın, bir parabolanın təpə nöqtəsinin m-ini, baxın, cüt olaraq da belə yazılır uşaqlar. M, n cütü. Bu, parabolanın, diqqətlə qulaq asın, parabolanın təpə nöqtələrinin koordinatlarıdır uşaqlar. Təpə nöqtələrinin koordinatları, baxın, burada yazıram. Baxın, yazıram. Demək olar ki, təpə nöqtələrinin koordinatlarıdır uşaqlar. M-in düsturu hansıdır uşaqlar? Mənfi b bölək 2a düsturu ilə hesablanır. N-in düsturu isə 4ac çıxılsın b kvadratı bölünsün 4a ilə hesablanır uşaqlar. Gəlin indi qayıdaq suallara uşaqlar. Baxın, orada da yazılıb. Diqqətlə qulaq asırsınız. Baxın. Təpə nöqtəsi, bunlar RK olaraq işarə edirlər. Biz buna gəl M deyək. Buna bir M deyək uşaqlar. Burada bir N deyək. Funksiyanın təpə nöqtələri T ilə bərabərdir. MN olaraq qeyd edirlər uşaqlar. Bunlarda bir dənə qeyd edir ki, köklərinin zəminin yarısı. Baxın, simmetriya oxudu həm də M. M-dən keçən düz xətt, uşaqlar, baxın. M-dən keçən düz xətt, yəni təpə nöqtəsindən keçən düz xətt parabolanın simmetriya oxudur uşaqlar. Bunu nəzərinizə saxlayın. Simmetriya oxudur. Əgər, diqqətlə qulaq asın, əgər parabolanın kökləri verilərsə, əgər x1, x2 verilərsə, M kökləri topla yarıya böl tapacaqsan. Bu qədər asandır. Gəlin baxaq. Diqqətlə qulaq asın. Deyir ki, aşağıdakı parabolların təpə nöqtələrini tapın. Biz bilirik ki, parabolanın təpə nöqtələri M, N-dir uşaqlar təpə nöqtələri. M-i necə tapırdıq? Mənfi b bölək 2a düsturundan tapırdıq. N-i necə tapırdıq? 4ac minus b kvadratı bölünsün 4a olaraq tapırdıq. Gəl indi yerinə qoyaq. Birincinin a-sı nədir uşaqlar? 1-dir. B-si nədir? Mənfi 4-dür. C-si nədir? 2-dir.
Gəl elə birincinin təpə nöqtələrini tapaq. Mənfi B. Mənfi B nə deməkdir? B-nin əksi deməkdir. B nədir? Mənfi 4. Əksi nədir? Müsbət 4 bölək. 2 vuraq A. A bizdə 1-dir uşaqlar. 2-ni də 1-ə böləndə 2. Bu yanda A bizdə 1, C bizdə 2, B bizdə mənfi 4 uşaqlar. Kvadratı səpərmə 16 yazırıq. 4 vuraq A bizdə 1-dir uşaqlar. 4 vuraq 1 vuraq 2, 8 minus 16 bölünsün 4. Deməli bizim təpə nöqtələrimiz nə oldu? 2 və bu 2 mənfi 8 böləndə 4-ə mənfi 2 eləyəcək uşaqlar. Gəlin ikinciyə baxaq uşaqlar. İkinci də diqqətlə qulaq asırsınız. İkinci də yəni B-də A bizdə mənfi 2-dir, B bizdə 12-dir, C bizdə mənfi 5-dir. Gəlin bunun təpə nöqtələrini tapaq. Bizdə bilirik ki, təpə nöqtələri M, N nöqtələridir. M, X nöqtəsinə baxandır uşaqlar, N isə Y nöqtəsinə baxandır. M-in düsturu nə idi? Mənfi B bölək 2A idi uşaqlar. N-in düsturu nə idi? 4AC minus B kvadratı bölünsün 4A idi uşaqlar. Gəlin indi birinci M-i tapaq. Onsuz da verilib uşaqlar, rahat yerinə yazacaqsınız da. Yəni, deməli, B nədir bizdə uşaqlar? 12-dir. Əksi nədir? Mənfi 12. Bölünsün 2A. 2-ni mənfi 2-yə vuranda mənfi 4 edir. Gəlin N-ini tapaq uşaqlar. Bu bizim M-imiz idi. 4AC. 4-ü vurursan mənfi 2-yə. Vurursan, deməli, mənfi 5-ə. Eləyəcək 4 vur mənfi 2, mənfi 8, vur mənfi 5. Müsbət 40 minus B-nin kvadratı 144 bölünsün 4 vurulsun mənfi 2 uşaqlar. Cavablarım nə olacaq? Mənfi 12-ni 4-ə böləndə 3. Deməli bizim M-imiz 3. N-imiz isə 40 çıx 144. 104 edəcək uşaqlar. Mənfi 104. Bölünsün mənfi 8-ə. O da 13 edəcək. Müsbət 13. Bu da bizim N-imizdir. Gəlin uşaqlar, tapdığımız bu M-ləri koordinat üzərində göstərək. Sağda göstərirəm uşaqlar sizin üçün. Birinciyə baxaq. Birincinin M-ini neçə tapmışdıq? Müsbət 2. M-imiz müsbət 2-dir uşaqlar. M-i qeyd etdim. Amma X oxu üzərində qeyd etdim. Niyə? M X oxuna baxır. N isə Y oxuna baxır çünki ona görə. N isə mənfi 2, yəni Y isə mənfi 2. Baxın, oy, çaşdım burada çək. Mənfi 2 uşaqlar. Gəlin indi bunu bir dənə nöqtəni kəsişdirək və qollar yuxarı yazaq uşaqlar. Niyə qollar yuxarı yazıram? Çünki A-sı, birinci funksiyanın A-sı nədir? Müsbətdir. Gəlin ikincinin koordinatını çəkim. Uşaqlar, ikincinin gəlin belə səliqəli şəkildə buradan yazım ki, sizin üçün gör. Y bərabərdir mənfi 2x kvadratı plus 12x idi səhv eləmirəmsə, minus 5 idi. Gəlin bunu həmsə mən rahat şəkildə bir də başa salıram ki, tutasız söhbəti bir də parabolasını çəkəcəm. A nədir bizdə uşaqlar? Mənfi 2. B nədir bizdə? 12. C nədir bizdə? Mənfi 5. Biz təpə nöqtəsini, yəni M-i və N-i tapmalıyıq. Dediyim kimi, M X nöqtəsini təsir edir. N isə Y-in üzərində götürülür. M-in düsturu nə idi? Mənfi B bölək 2A. N-in düsturu nə idi? 4AC minus B kvadratı bölünsün 4A. Bu bizim M-imiz, bu bizim nəyimizdir? N-imizdir uşaqlar. Gətirək yerinə qoyaq uşaqlar. Gəlin birinci M-i tapaq. B bizdə nədir uşaqlar? 12-dir. Əksi mənfi 12 olacaq. Bölünsün. 2 vuraq nə uşaqlar? A, yəni mənfi 2. Gəlin indi D-ni yazaq uşaqlar yanına. Bu bizim M-imiz idi. 4 vuraq mənfi 2. Vuraq C nədir? Mənfi 5. Minus 12-nin kvadratı bölünsün. 4 vurulsun mənfi 2. Davam edək. Aşağıdan yazıram. Mənfi 12-ni böləndə mənfi 4-dən mənfi 3 edəcək uşaqlar. Yuxarıda isə 40 edəcək bu. Çıxanda 144 dediyimiz kimi mənfi 104 edəcək. Mənfi 104-dən mənfi 8-ə böləndə uşaqlar mənfi 3, 3 nöqtəsi edəcək. Gəlin indi bunun koordinatını çəkək uşaqlar sizə. Bunun koordinatını çəksəm mən necə çəkərəm? Baxın, burada çəkəcəm indi koordinatını sizin üçün. X-i, M-i mənfi 3-dür, N-i isə 3-dür. M dedik ki, uşaqlar nəyə bərabərdir? X-i bərabərdir. Mən X oxu üzərində tez mənfi 3-ü tapıram uşaqlar. Mənfi 3 sol tərəfdə yerləşir, bunu bilirsiniz. N isə 3-dür. N-dəki Y oxu üzərində qeyd edilir. Uşaqlar müsbət 3-dür. Və bunları kəsişdirirəm bu nöqtələri.
Diqqət edirəm nəyə? Parabolanın qolları aşağı olacaq. Niyə görə? Çünki burada məndə A mənfidir uşaqlar. A mənfi ədəddir. A mənfi ədəd olduğu üçün də parabolanın qolları aşağı olacaq. Bəs C-ni harada toxundurmalıyıq? C də baxın, bu C də mənfi ədəd olduğu üçün, inşallah bunu birazdan keçəcəm. C həmin bu parabolanın qolu bax burada yox, aşağıda kesəcək uşaqlar. Və belə bir şey olacaq. Burası mən plus çəkdim. Gəlin bir dənəsində də sizə xətrinizə baxıram uşaqlar, minnət olmasın, amma məncə tam tutacaqsınız bundan sonra. Y bərabərdir x kvadrat üstə gəl 2x üstə gəl 9-a baxıram uşaqlar. Y bərabərdir x kvadratı üstə gəlsin 2x plus 9-a. Mən bunun m-ini, n-ini tapmalıyam, təpə nöqtələrini tapmalıyam. Məndə a bərabərdir 1. Məncə bunu dayandırıb özünüz yazasınız bəlkə. Yaxşı olar. Deməli, buradan m-i tapmaq üçün dedik, nə edirik? Mənfi b bölü 2a düsturundan tapacağıq. Yəni, mənfi 2 bölünsün, 2 vuraq 1. Bu da eləcək mənfi 1. N-i tapmaq üçün də 4ac minus b kvadratı bölünsün, 4a düsturundan tapacağıq uşaqlar. 4-ü vuracağıq 1-ə, vuracağıq 9-a, minus 2-nin kvadratı bölünsün, 4 vuraq 1. 36 minus 4 bölək 4. Bu da 8 eləyəcək uşaqlar. Koordinatları tapdıq ki, mənfi 1 və 8 nöqtəsidir. Gəlin indi bir də A-ya baxaq, x kvadratın əmsalına baxaq, müsbətdir uşaqlar. Bir dənə C-yə baxaq, yerdə sərbəst həddimizə, C-miz də müsbətdir. Bir dənə tez yazaq, A bizdə nə idi? A bizdə nə idi uşaqlar? Mənfi 1, 8. Təpə nöqtəmiz nə oldu? Mənfi 1 və 8. A müsbət, C müsbət. Okey, onda gəl koordinatımızı çəkək biz tez. Çəkdik uşaqlar. M-imiz mənfi 1, N-imiz 8. M x oxunu qeyd edirəm, mənfi 1. Bax, buradan mənfi 1 qeyd edirəm. N-imiz, yəni Y oxumuzu müsbət 8-də qeyd edirəm uşaqlar. Və bunları nə edirəm? Kəsişdirirəm. A-sı müsbət deyə qollar yuxarı, C-si müsbət deyə Y oxunu yuxarıda kəsir uşaqlar. Bu qədər sadə. Mən keçirəm artıq digər mövzulara. Baxın, parabolanın təpə nöqtəsinin absisi. Absis nə deməkdir uşaqlar? X-idir. X-i 4 olduğuna görə, yəni x bərabərdir 4 olarsa, x 4 olarsa nə deməkdir uşaqlar? M-i 4 olarsa demək istəyir uşaqlar. M-i 4 olarsa deyir, M kaçdır? Biz bilirik ki, M düsturu nə idi bizdə? Mənfi B bölək 2A. Deyir, bu 4-ə bərabərdir. Öncəliklə gəlin biz A-nı, B-ni, C-ni təyin edək. A bizdə 1-dir, B bizdə 2M minus 6-dır, C bizdə mənfi 4-dür. Mən burada gətirib burada B-nin yerinə bunu yazacağım, amma əksini yazacağım da. Elə bir 2M çıxaltı yox, 6 çıx 2M yazacağım. Yazdım bunu. Bölünsün, 2 vurulsun A bizdə 1-dir, bərabərdir 4-ə. Yəni, bunu çarpaz vuraq, tənliyi həll eləyək, M-i tapaq. 6 minus 2M bərabərdir 8-ə. 2M bərabərdir mənfi 2, M bərabərdir mənfi 1. Vəssalam. Təpə nöqtəsinin absisi mənfi 7-dir. Yəni, M-i mənfi 7-dir uşaqlar. Gətir yerinə qoy, B-ni tap. Məncə sadədir. Təpə nöqtəsinin absisi 2-dir. M-i müsbət 2-dir uşaqlar. Gətir yerinə qoy, cavabı tap. Məncə sadədir. Deyir ki, parabolun təpə nöqtəsinin ordinatı 5-dir. Bu səfər deyir ki, uşaqlar, N-i 5-dir. Gəlin indi yazaq. N-in düsturu nə idi? 4AC minus B kvadratı bölünsün 4A-ya. Bu deyir ki, 5-ə bərabərdir. O zaman əvvəlcə A-nın, B-nin, C-nin işarəsini tapaq. A1, B mənfi 6, C isə 2K plus 1-dir uşaqlar. Gəl indi yerinə qoyaq. 4 vurulsun. 1 vur 2K plus 1. Minus B nədir bizdə? 6 kvadratı 36 böl 4 vur 1 də 4 eləyəcək. Bərabərdir uşaqlar 5-ə. Gəlin bunu çarpaz vuraq. Birinci gəl 4K-nı açaq. 8K plus 4-ü vuraq 1-ə eləyəcək 4. Minus 36 bərabərdir 20-yə. 36-nı sağ tərəfə keçir tez. 8K, 36-da 4-ə sağ tərəfə keçir uşaqlar. 20 plus 36 minus 4 olacaq. 8K bərabərdir 56, 56-dan 4 çıxanda 52.
Kəsr alınırsa, səhv eləmirəmsə, görüm kəsrlə də cavablar uşaqlar. Hə, düzdür, kəsrləndir uşaqlar. 52 bölək 8 olur. Bunu da 4-ə bölsək, 13 bölək 2 alınır uşaqlar kəsrləndir. Mən dedim kəsrlə olar birdən. 7-dir, 8-dir sizdən uşaqlar. Təpə nöqtəsinin koordinatlarını bayaqları 3-4 dəfə işlədiyimizə yaza bilərsiniz artıq. Uşaqlar, simmetriya oxu bilirsiniz də nədir? Simmetriya ekseni, yəni ki, M oxu, M-in koordinatları, diqqətlə qulaq asırsınız. M nöqtəsi parabolanın simmetriya nöqtəsidir uşaqlar, baxın. M nöqtəsi parabolanın simmetriya oxunun keçdiyi nöqtədir. M nöqtəsi qeyd edin qıraqda. Parabolanın, diqqətlə qulaq asırsınız, parabolanın simmetriya oxunun keçdiyi nöqtədir. Və yaxud da ki, parabolanın simmetriya nöqtəsidir. Səndən desək ki, parabolanın simmetriya oxunu və yaxud simmetriya... Hə, burada ən gözəl mövzu gəlir uşaqlar. Uşaqlar, gəl birinci bunu izah edeyim. Funksiyanın təpə nöqtələrini qurmaq, analitik üsulda yazmaq. Uşaqlar, funksiyanın təpə nöqtələrini analitik üsulda belə yazılır. Y bərabərdir, A vurulsun, x çıxılsın m-in kvadratı plus n. Belə deyək də, funksiyanın analitik üsulundakı o m var ha. Məsələn, yazımsan x çıxılsın 5-in kvadratı. Sən orada m-in neçədir? 5-dir uşaqlar. Əksini götürürsünüz. M-in nədir? Müsbət 5-dir. N-in əksini götürmürsünüz. Amma M-in əksini götürürsünüz uşaqlar. Gəlin belə baxaq. Baxın, bunun təpə nöqtələri. Təpə nöqtələri nədir? R və təpə nöqtəsi nədir? K-dır da, düzdürmü? Bunu yazacaqsınız ki, fx funksiyası bərabərdir. A vurulsun, x minus r yazacaqsınız uşaqlar. Çünki müsbət ox tərəfində olanda minus r-in kvadratı plus k yazırsınız. Sol tərəfdə olarsa x-i, mənfi tərəfdə kəsərsə plus yazacaqsınız. İndi deyəcəm niyə görə. Baxın, yazır. Y bərabərdir 3 vurulsun x minus 2-nin kvadratı plus 5-dirsə, bunun təpə nöqtələri nə olacaq? 2-nin mənfisini götürürsünüz, mənfi 2-nin əksini götürürsünüz. Baxın, müsbət 2. Amma y olduğu kimi götürürsünüz, müsbət 5 götürürsünüz. X bax, x plus 1-in kvadratı çıx 3. X plus 1-i bərabər edirsiniz 0-a, x-i tapanda mənfi 1 götürürsünüz. X mənfi 1, n isə elə olduğu kimi mənfidirsə mənfi olaraq götürürsünüz. Baxın uşaqlar burada. Burada n yoxdur. N onda 0 qəbul olunur. Amma x-imiz müsbət 4-dür. Xülasə, x çıx m-in kvadratında m-in yerində nədirsə əksini götürəcəksiniz. Gəlin baxaq uşaqlar indi. Əvvəlcə gəlin bu düstura baxaq. Burada bizim uşaqlar m-imiz nədir? M nədir bizdə? 1. N nədir bizdə? 4-dür. Onda mən funksiyanı quranda necə quracam? X, y bərabərdir. A vurulsun. X, uşaqlar, müsbət 1-dirsə nə yazacam? Çıx 1 yazacam. Kvadratı plus nə yazacam? 4 yazacam. Bu aydındır. Mənə deyir, şəkildə qrafiyi verilən parabolanın təpə nöqtəsinin 1 olduğuna görə denklemi nedir? Baxın, məndən qurmuş ola bilər bu artıq. Aha, qurub. Baxın, A vurulsun, x çıxılsın 1-in kvadratı plus nə? 4. Bəs A-nı necə taparıq uşaqlar? Diqqətlə qulaq asırsınız. A-nı tapmaq üçün parabolanın qolunun, bax bu qolun, hansı nöqtədə kəsirsə y-i, bax bu nöqtədə kəsir, görürsən? Bunun koordinatı nədir uşaqlar? 0, x-i 0, y-i nədir? 2-dir, düzdürmü? X-i 0, y-i 2-dir. Gətir bu funksiyada x-in yerinə 0, y-in yerinə 2 qoş. 2 bərabərdir, A vurulsun, 0 çıx 1 mənfi 1 kvadratı isə 1 edir. Plus 4. A bərabərdir mənfi 2. Uşaqlar, A-nı da tapdıq ki, mənfi 2-dir. Onda parabolanın funksiyamı necə olacaq? Mənfi 2 vurulsun, x minus 1-in kvadratı plus 4. Baxın, yazıb burada. Parabolanın təpə nöqtələri nə olacaq uşaqlar? Baxın, mənfi 3-dürsə, müsbət 3 olacaq. Müsbət 5-dirsə, 5 olacaq. Bunun m-i 3-dür, n-i isə 5-dir. Gəlin, koordinatını da tez quraq uşaqlar. M-i 3 sağ tərəfdə qeyd edəcəm, n-i isə 5 yuxarıda qeyd edəcəm. N çünki y-in nöqtəsi və ağzı yuxarı qeyd edim çünki A-sı müsbətdir. Bax, bunu çəkdim, gördünüz. X üstəgəl 5-dir. Onda m-i mənfi 5, n-i isə müsbət 2 olduğu kimi qalacaq. A da uşaqlar mənfidir. Onda bunun parabolası necə olacaq? X-i mənfi 5, y-i müsbət 2,
Tez bunu çəkdim, nöqtəni qeyd etdim. Buradan, təpə nöqtəsi buradadır. Və ağzı aşağı olacaq parabolanın. Niyə? Çünki A-sı mənfidir. Burada mənfi 1-dir uşaqlar. M olacaq müsbət 1, amma eni yoxdur, 0-dır uşaqlar. Eni yoxdur, 0-dır. Eni yoxdursa, bir dənə tez parabola çəkdim uşaqlar. X-i 1 qeyd edirəm. Amma eni yoxdur deyilə X-i oxu üzərində olacaq və qollarım yenə nə olacaq uşaqlar? Yuxarıda olacaq. Aşağıda. Baxın, burada bu səfər M yoxdur. M yoxdur. M-im 0-dır, amma N-im 6-dır. Və parabola N oxu, yəni Y oxu üzərində olacaq. 6-nı qeyd edirəm, amma X-im yoxdur deyə qeyd edə bilmirəm. Və qollarım mənfi olduğuna görə aşağıda olacaq uşaqlar. Gəlin baxaq, bunun deyir ki, uşaqlar, burada sizə deyir ki, Y bərabərdir, A vurulsun, X çıxılsın, M-in kvadratı plus N funksiyasının qurum deyir. Təpə nöqtələrimə baxıram. Baxın, M-im nədir mənim uşaqlar? 2-dir. N-im nədir mənim? Harada kəsib? Mənfi 4-dür. Düzdür uşaqlar? Gətir burada yerinə qoy. Y bərabərdir, A vurulsun, X çıx 2. Çıxdırsa uşaqlar, çıx yazmalısan sən. Düsturda çıxdır. M-in də 2-dir. Yerinə qoyanda X çıx 2 olur. Kvadratı minus 4 olacaq. Çünki N-in mənfi 4-dür. İndi uşaqlar, mənim burada A-nı tapmam lazım. A-nı tapan dedi ki, parabolanın bu qolu var ha. Y oxu harda kəsib? 4 nöqtəsində. 0, 4 nöqtəsində kəsib. X-in yerinə 0 qoy, Y-in yerinə 4 qoy. 4 bərabərdir. A vurulsun. 0 çıx 2, mənfi 2 kvadratı 4. Minus 4. Mənfi 4 keçir sağ tərəfə. 4A bərabərdir 8. A bərabərdir 2 olur. Gəlin bura baxaq. Uşaqlar, baxın, bu X oxu üzərindədir. M-i var. 2-dir. Amma N-i yoxdur. N-im nədir mənim? 0-dır. Düzdür uşaqlar? Onda düsturum necə olacaq? Y bərabərdir. A vurulsun. X çıxılsın. 2-nin kvadratı plus 0. 0-da yazmıram. Ehtiyacım yoxdur. İndi A-nı tapmam lazım. A 8-i kəsdiyi üçün 0, 8 nöqtəsindən keçir. Mən X-in yerinə 0, Y-in yerinə 8 yazacağım. 8 bərabərdir 0 çıx 2, mənfi 2 kvadratı 4, 4A edəcək. A da bərabərdir 2 uşaqlar. Bu da olacaq Y bərabərdir 2 vurulsun, X çıx 2-nin kvadratı düsturudur uşaqlar. Bu parabolanın qrafiki, bu parabolanın düsturu budur. Gəlin baxaq. Bu düsturda uşaqlar deyir ki, bu qrafikə uyğun verildiyinə görə F1 nədir? Əvvəlcə quraq uşaqlar. Bizim M-imiz nədir? Müsbət 2, N-imiz nədir? 6. C-nin koordinatı nədir uşaqlar? Yəni hansı nöqtə kəsir? Baxın, buradan keçir uşaqlar. 0, 0 nöqtəsindən keçir. Okey, onda Y bərabərdir. A vurulsun. M-imiz müsbət 2-dirsə, burada tərs əksi olacaq. X çıx 2-nin kvadratı plus 6 yazıram. Və mən gətirirəm, X-in yerinə 0 və Y-in yerinə 0 yazıram. Çünki 0, 0 nöqtəsindən keçir. 0 bərabərdir 0 çıx 2, mənfi 2 kvadratı 4. 4A plus 6 yazıram. 6-nı sola keçirəndə 4A bərabərdir mənfi 6. Uşaqlar, A da bərabərdir mənfi 6 bölək 4. Bu da təxminən mənfi 1,5 edəcək. İndi gəlin funksiyamızı yazaq. Y bərabərdir mənfi 1,5. A-nın yerinə yazdım. X minus 2-nin kvadratı plus 6. Bu bizim funksiyamızdır, fx funksiyamızdır uşaqlar. Mənə deyir ki, bu fx funksiyasında f1 nədir? F1 istəməkdir uşaqlar. Yəni ki, funksiyada x-in yerinə 1 qoy da, yəni görək cavab nə alınacaq? Bunun yerinə 1 qoyaq, görək cavab nə alınacaq? Mənfi 1,5 vurulsun. 1-dən 2 çıx, mənfi 1 kvadratı müsbət 1 plus 6. 6-dan da 1,5 çıxanda 4,5 edəcək. Baxaq. Bayaqki demək o ki, eynidir uşaqlar. Bunu mən yazdım. Bu eyni şey sizdeydi. Amma burada diqqətli olarsınız nədə? Bu funksiyanın qrafiki belə olacaq. M 2-dir uşaqlar. N-i 0-dır, yoxdur. C nöqtəsini də 0, 3 nöqtəsinə kəsib. Yəni, düstur belə olacaq. Y bərabərdir. A vurulsun. X minus M-i, M deyəndə ki, M bizdə 2-dir. 2-nin kvadratı, amma N yoxdur. Belə olacaq. A-nı tapmaqda sizdeydi. Gətirib X-in yerinə 0, Y-in yerinə 3 qoyacaqsınız uşaqlar. Bu qədər sadə. Buradakı da eyni şeydir. Bax, aşağıda yazdığımdan eynisidir. Sualınız olsa mənə verə bilərsiniz uşaqlar. Belə. Hə, uşaqlar, görək burada.
görək burada nə olacaq? Uşaqlar, kəsişmə nöqtəsi, funksiyaların kəsişmə nöqtəsi. Deyir, məsələn, filan funksiyalar kəsişir. Bu funksiyalar əgər kəsişirsə, baxın, məsələn, belə bir şey alınır. Bu funksiyalar kəsişirsə, deməli, bunların y-ləri bir-birinə bərabər olur. Yəni, bunların y-ləri bir-birinə bərabər olduğu üçün funksiyalar bir-birinə bərabərləşdirəcəksiniz. Düzdürmü? Misal üçün, deyir, bu parabolü ilə bu parabolü kəsim nöqtələrin koordinatları nədir? Birincisi, bunları bərabərləşdirəcəksiniz. Yəni, mənfi x kvadratı plus x plus 1 bərabərdir. Mənfi 2x üstəgənsin 1-i bərabərləşdirəcəksiniz. 2x və 1-i sol tərəfə keçirin. Mənfi x kvadratı, x-in üzərinə 2x gələndə 3x edəcək. 1-dən də 1 çıxanda 0 edəcək. Uşaq yazmırıq. Bərabərdir 0-a. Buradan mənfi x-i mötərizə xaricdən çıxarsam, x çıx 3 bərabərdir 0 yazaram. X bərabərdir 0, x bərabərdir 3 köklərini alaram. Təbii ki, bu köklərimi gətirib y-i tapmaq üçün elə bax, ikincidə yerinə qoyaram. Y bərabərdir, tənliklər sistemi 2-də elə bir ki. X-ə 0 versəm, uşaqlar, y-im olacaq nə? 0 plus 1, elə 1 verəcək. Y-im olacaq 1. Əgər x-ə mən 3 versəm, y-im olacaq mənfi 6 plus 1, yəni nə? Mənfi 5. Baxın, bu şəkildə tapırsınız. Deməli, kəsişmə nöqtəsi deyəndə uşaqlar, yəni siz funksiyanın koordinatlarını bir-birinə bərabər edirsiniz və bu şəkildə yazırsınız. Belə, deməli, belə. Sonra görə bizim nəyimiz var uşaqlar? Bizim nəyimiz var öyrənməli olduğumuz? Bir də belə bir şeylər var uşaqlar. Biz bilirik ki, bunu da keçmişik. Y bərabərdir, A vurulsun. Əgər bizim x1, x2 köklərimiz verilərsə, düstur belə olur uşaqlar. Y bərabərdir, A vurulsun, x çıxılsın, x1, x çıxılsın, x2 düsturundan həll edirik uşaqlar. Baxın, bizim köklərimiz nədir? x1-imiz mənfi 3-dür, diqqətli olarsınız. x2-miz isə mənfi 1-dir. Çünki mənfi 3 və mənfi 1 nöqtələrini kəsib. Doğrudurmu? İndi gətirirsən, düsturda yerinə yazırsan. X çıxdırsa, x çıxılsın mənfi 3 nə olacaq? Müsbət 3. Köklərimiz çünki mənfi ədədlərdir. X çıx mənfi 1-dəki müsbət 1 eləyəcək. İndi mən A-nı tapmaq üçün dedim, nəyin koordinatına baxıram? C-nin koordinatına baxıram. C-nin koordinatı da 0, 2 koordinatıdır uşaqlar. Yəni, x-ların yerinə 0, y-in yerinə 2 yazacağım. 2 bərabərdir, A vurulsun. 0 topla 3, 3, 0 topla 1, 1. Onda A-nı tapmaq üçün 2-ni böləcəm 3-ə, 3-də 2 eləyəcək uşaqlar. Və onda düsturum necə olacaq? Y bərabərdir, 3-də 2. Ay gözüm, x üstəgənsin 3, x üstəgənsin 1. Funksiyam belə oldu uşaqlar. Sonra gəlin baxaq bura uşaqlar istəyirsinizsə. Gəlin baxaq bura. Uşaqlar, deməli, burada düsturumuz necə olacaq? Fx bərabərdir. A vurulsun. X minus 2-dirsə plus 2 olacaq, bilirsiniz. Plus 3-dürsə minus 3 olacaq. Uşaqlar, baxın. Bir nöqtə bu parabolanın üzərindədir. Mən sizə başda dərs deyəndə ki, hansısa bir nöqtə bir parabolanın üzərindədirsə, rahat şəkildə x-in yerinə, y-in yerinə verilən koordinatı yazmaq olar. Yəni, sən x-in yerinə 2, y-in yerinə də mənfi 2 yaza bilərsən. Gətir, yaz. Rahat şəkildə gətir, yaz. X-in yerinə 2 yazacağım, dostlar. Y-in də yerinə mənfi 2 yazacağım. Mənfi 2 bərabərdir. 2-nin üzərinə 2 gəlirsən, 4 edəcək. 2-dən 3 çıxırsan, mənfi 1 edəcək. Mənfi 2 bərabərdir, mənfi 4A. A da bərabərdir, müsbət 2-də 1. Onda aldıq ki, fx funksiyamız nəyə bərabərdir? 2-də 1, x plus 2, x minus 3. Burada deyir, f1 dəyəri kaçdır? Yəni, x-in yerinə 1 qoysaq, bunun cavabı nə olacaq? 2-də 1, 1 plus 2, 1 çıxaq 3. Yəni, 2-də 1, 3 vurulsun mənfi 2, ixtisarı gedər, cavab olar mənfi 3. Bilirəm, başa düşmədim. Gəl bir dənə başa salım sənin üçün. Baxın, bunun kökləri nə olacaq uşaqlar? Fx funksiyası bərabərdir. A vurulsun, mənfi 2-dirsə, müsbət 2 olacaq uşaqlar. Mənfi 1-dirsə, müsbət 1 olacaq. Və hansı oxda kəsib C-ni uşaqlar? Baxın.
0, 4 nöqtəsinə. Gətir x-ların yerinə 0, y yerinə 4 yaz. 4 bərabərdir. A vurulsun. 0-ın üzərinə 2 gələndə 2, 0-ın üzərinə 1 gələndə 1 eləyəcək. A bərabərdir. 4 bölünsün 2-yə. Bu da eləyəcək uşaqlar nəyə? 2-yə. A-nı 2 tapdıq. Onda bizim fx funksiyamız nə olacaq? A vurulsun x plus 2. A nə idi bizdə? 2 idi. Qoy A-mızı yazaq. Bir də x plus 1. İndi deyir bu funksiyada x-in yerinə 1 qoy deyir uşaqlar. X-in yerinə 1 qoy. 2 vurulsun. 1 üstə gələk 2, 3. 1 üstə gələk 1, 2. Bu da eləyəcək 12.